Salam əziz şagirdlər. Bu videoda 9 və 10-cu siniflər üçün nəzərdə tutulmuş şəkilli esse, yəni şəkil əsasında təsvir mövzusunu ətraflı şəkildə öyrənəcəyik. Şəkli düzgün şəkildə necə təsvir eləmək lazımdır, hansı qaydalara əməl olunmalıdır, bağlayıcılardan necə istifadə olunmalıdır. Həmçinin Azərbaycan dilində yazı bitirdikdən sonra ingilis dilinə tərcümə edərkən nələrə diqqət eləməli olduğumuzu məhz bu videoda addım-addım izah eləyəcəm. Videonu sona qədər izləsəniz, şəkilli esseni səhvsiz və səlis yazmağı tam öyrənmiş olacaqsınız. Burada yerləşdirdiyim şəklin bugün təsvirini həm Azərbaycan, həm ingilis dilində verəcəyim. Birinci şəkildə gördüyümüz kimi iki qadın mağazadan top alır, daha sonra onlar dəniz kənarında gəzirlər və üçüncü şəkildə isə top əllərindən sürüşüb çıxır və havaya uçur. Gəlin başlayaq ki, görək Azərbaycan dilində bunun təsvirini necə verəcəyik. Əvvəlcə uğurlu bir başlanğıc üçün hava təsvirindən istifadə edirik. Günəşli bir yay günü idi. Daha sonra gənclərə ad veririk. Yəni iki gənc xanım dəniz sahilində gəzirdi demək əvəzinə biz Arzu və Gülər iki addan istifadə edəcəyik. Arzu və Gülər dəniz kənarına getmək qərarına gəldi. Onlar əvvəlcə bir mağazaya girdi və bir top aldılar. İkinci şəklin təsvirində yaza bilərik ki, sonra çimərlikdə yavaş-yavaş gəzdilər və dənizdən zövq aldılar. Daha sonra yazacağıq ki, günəş parlayırdı və hava isti idi. Amma qəflətən külək əsməyə başladı. Çünki gördüyümüz kimi əllərindən top çıxır deyə hava dəyişir. Yəni birdən-birə qəflətən külək başlayır. Yazırıq günəş parlayırdı. Və hava isti idi. Lakin qəflətən külək güclü şəkildə əsməyə başladı. Belə ki, top qızların əlindən qəflətən sürüşdü və külək onu apardı. Və qızlar təəccüblə topa baxdılar.
Əziz şagirdlər, şəkil təsvirimiz hazırdır. Başlayırıq bunu ingilis dilinə tərcümə etməyə. Tərcümə edərkən mütləq şəkildə, düzgün şəkildə təhlil etməliyik. Birinci cümləmiz ismi xəbərli cümlədir. Günəşli bir yay günü idi. Təbii ki, mübtəda ilə xəbər arasında to be, yəni əmizar işlədəcək. Fikir verirsinizsə cümlələrimiz keçmiş zamandadır və əmizar yerinə was for istifadə edirik. Günəşli bir yay günü idi. Şəxsi cümlədir. Şəxsi cümləni biz formal it ilə veririk. Yəni günəşli bir yay günü idi. Bütövlükdə Azərbaycanın da xəbər gedir. Və ona görə də biz şəxsi cümlə, yəni mübtədası cümlə olduğuna görə formal itdən istifadə edirik. Yazırıq ki, it was a sunny summer day. Arzu və Gülər dəniz kənarına getmək qərarına gəldilər. Cümlənin mübtədası Arzu və Gülər. Qərara gəldilər, təbii ki, cümlənin xəbəri. Dəniz kənarına getmək cümlənin tamamlığıdır. Tamamlığımız məsdər tərkibi ilə ifadə olunub. Ona görə birinci feili, yəni getmək, daha sonra dəniz kənarına hissəsini veririk. Arzu və Gülər, Arzu and Gülər. Qərara gəldi, qaydalı feildir. Edlə düzəlir, decided. Dəniz kənarına getmək, to go to the seaside. Dediyim kimi, məsdər tərkibində birinci feil, daha sonra varsa tamamlıq, daha sonra isə zərflik verilir. To go to the seaside. Onlar əvvəlcə bir mağazaya daxil oldu və bir top aldılar. First, əvvəlcə onlar daxil oldu bir mağazaya, mübtəda və plus feili xəbərimiz. Onlar, they, daxil olmaq qaydalı feildir, entered. Bir mağazaya, a shop. Burada to işlətmirik, çünki entered çulsuz işlənən feildir. Cümləmizin birinci hissəsi hazırdır və aldılar bir topu. Burada həmziz xəbərlərdən istifadə olunub deyə və aldı. Yəni bought. Buy feilinin V2-si bought. Xəbər əvvəl verib, topu daha sonra, yəni tamamlığı sonra veririk. A ball. Sonra çimərlik boyunca yavaş-yavaş gəzdilər. Sonra then çimərlik boyunca yavaş-yavaş gəzdilər. Gəzdilər cümlənin xəbəri. Cümlədə tamamlıq yoxdur. Çimərlik boyunca yer zərfi və yavaş-yavaş tərzi hərəkət zərfi. Əlbəttə ki, cümlədə həm yer zərfi, həm tərz hərəkət zərfi varsa, əvvəlcə tərz hərəkət zərfi, daha sonra yer zərfi verilir. Sonra gəzdilər. Biz burada mübtəda verilməyib, amma təbii ki, gəzdilər xəbərində biz şəxs onluğundan onlar gəzdilər, yəni they walked cümlənin mübtədasının onlar olduğunu müəyyən edirik və mütləq şəkildə yazmalıyıq. Çünki ingilis dilində cümlənin mübtədası mütləq verilməlidir. They walked. Yavaş-yavaş gəzdilər, slowly. Çimərlik boyunca along the beach. Və dənizdən zövq aldılar. Təbii ki, yenə xəbərlərimiz həmzizdir. Zövq aldılar əvvəl deyib, daha sonra dəniz sözünü veririk. And enjoyed. Enjoy qaydalı feildir, sonuna ed artırılır.
the sea. Günəş parlayırdı. Günəş mübtəda, parlayırdı cümlənin xəbəri. Hava isti idi. Hava cümlənin mübtədası, isti idi xəbəri və birinci cümlənin feili xəbərli. Keçmiş davam edicisi də verəcək. Was shining. Hava isti idi. İsmi xəbərli cümlə və yenə də was ilə veriləcək. Was hot. Yazaq, günəş parlayırdı. Günəş dünyadakı tək varlıqdır və həmişə D açıqlığı ilə işlənir. The sun was shining. Keçmiş davam edici zaman. Və hava isti idi and the weather was hot. Lakin qəflətən külək güclü şəkildə əsməyə başladı. Lakin, but. Qəflətən, suddenly. Külək başladı əsməyə. The wind started to blow. Cümlənin mübtədası the wind. Başladı əsməyə, təbii ki, birinci xəbər, sonra isə tamamlıq verilir. Külək başladı nəyə? Güclü şəkildə külək başladı güclü şəkildə əsməyə. Təbii ki, cümlənin tamamlığı güclü şəkildə əsməyə. Biz məsdər tərkibində yenə dediyimiz kimi birinci feili, daha sonra tamamlıq, yoxdursa da zərflik. Əsməyə güclü şəkildə heavily. Keçirik növbəti cümləyə. Top qəflətən qızların əlindən sürüşdü. Top cümlənin mübtədası, sürüşdü xəbəri. Qızların əlindən cümlənin tamamlığı. Suddenly top sürüşdü. The ball slipped out of their hands. Out of the girls' hands. Top, yəni the ball. Sürüşdü, slipped. Qızların əlindən out of the girls' hands. Qızların əlindən sürüşdü və külək onu apardı. Külək cümlənin mübtədası, apardı xəbəri, onu isə tamamlıq. Külək, the wind. Apardı onu, carried it away. Deməli, qaldı sonuncu cümləmiz və qızlar təəccüblə topa baxdılar. Qızlar baxdılar cümlənin mübtədası xəbəri, topa tamamlıq, təəccüblə isə tərzi hərəkət zərfi. Qızlar baxdılar, yəni qızlar izlədilər gedən topu. The girls watched. The ball. Təəccüblə in surprise. Əziz şagirdlər, eseyimiz hazırdır. Videonu bəyəndisə, like etməyi, rəy bölməsində fikirlərinizi bölüşməyi və səhifəmə abunə olmağı unutmayın. Səhifəyə abunə olun ki, növbəti paylaşılacaq esey, qayda, test izahlarını da qaçırmayasınız.